Hikmət küçəsində qalan Əliyev Etibar İmamcanoğlu. Qardaşlar da Azər, Rəhman, Ələkbər. Allahın salamı olsun hamımıza. Bibi nəbəsindən sizə salamlar. Qurbanov Şıxarı Xananoğlundan sizə salamlar. 19 il bundan əvvəl satıb nənəmin evini yemişsiniz. Pulunu yemişsiniz. Qurbanova Minə xanım Ələkbər qızının evinin pulunu yemişsiniz. Ora mənim atamın qanuni evidir. Mən də onun tək vərəsəsiyəm. O evdən mənə də pulu satır. Ancaq o evdən heç mənə bir qəpik də verməmsiniz. Xahiş edirəm sizdən. Artıq gəldi. Atamın evini, pulunu mənə qaytarın. İndi evi satıb pulunu yemişsiniz də. Hə. Bəs evidə olan xaladenikdir, soyucudur da yəni. Sərapayısıdır, dölgöz pesidir, divandır, kreslodur, stuldur, şkafdır, mebeldir, xalçadır, palazdır. Nəsə aparmışsınız? Axı mən yetim adamam, kasıb adamam, yoxsul adamam. Kimim, kimsəm yoxdur. Bazım yox, qardaşım yox, əvim yox, bibim yox, bibim uşağı yox. Xalam yox, dayım yox, dayım uşağı yox. Qalmışam tək evin içində, tək tənha. Kimsəsiz kasıb adamam. Özüm də ağır xəstəyəm. Həm asma xəstəsiyəm. Həm ürək xəstəsiyəm. Həm böyrəyim xəstədir. Həm qaradiyarım xəstədir. Hepatit B-yəm özüm. Həm fibroz xəstəsiyəm. F3-dür məndə. Bir kimim, kimsəm yoxdur. Bir gedim. Ondan nəsə istəyim. Üst tutmuşam sizə, xahiş edirəm. Bir pis vərdişlərim də yoxdur. Özüm təli ilə gəzirəm. İnvalid adamam. Xəstə adamam. Ayaqlarım şişdir. Və dərmanadır, maddi cəhətdən puladır, yeməyədir, qidaya ehtiyacım var, paltara ehtiyacım var. Nə olardı köməkli gəliyəsiniz? Allah rizası üçün xahiş edirəm sizdən. Dönə-dönə. Sonra ev qapımı açan yoxdur, bir əl əhval tutan yoxdur. Evdə mənim nə stolum var, nə stolum var. Nə məsəl üçün xaladenikim də yoxdur. Bir paltar yığmağa bir fərli bir şifaner də yoxdur. Bir ayağın altına salmağa bir xalçam da yoxdur, palazım da yoxdur. Nə olardı ki, bir köməkli gəliyəsiniz mənə? Ay atamın bibisi oğlanları. Nə olardı ki? Nə sosial yardım alıram, nə pensiya alıram, nə qırqıraqdan pul alıram. Heç yerdə də işləmirəm. Evin içindəki soğuqdur. Tək bir dənə otaqda qalıram. Xahiş edirəm sizdən. Nə olardı ki, köməkli gəliyəsiniz? Əgər səsimi eşidirsinizsə, evin də yerini deyirəm. Sünqayıtdan nasıl olsun? Hacı Cənabdın Tağayev qəsəbəsi Əliyavar küçəsi ev 56. Deyirəm. Telefon nömrəm də ki, WhatsApp nömrəm də ki 010-dur, 724-dür, 3083-dür. WhatsApp nömrəmi də deyirəm. Ay Etibar əmi, ay Azər əmi, ay Rəhman, ay Ələkbər. WhatsApp nömrəm 010-dur, Azər Selnə. 010-dur, 724-dür, 30-dur, 83-dür. Xahiş edirəm sizdən. Heç olmasa siz kömək eləyəlim mənə. Ay Etibarın qardaşları. Əliyev Etibarın qardaşları. İndi Etibar əmi əbi yox. O bir hən yox. Köməkli eləməsə də siz köməkli gəliyim. Xahiş edirəm sizdən. Bir bibimiz nəvəsi kimi, bir yaxınımız kimi. Köməkli gəliyim mən. Qalmışam pis vəziyyətdə. Qulaq asdığınıza görə çox sağ olun. Allah köməyimiz olsun. Xahiş edirəm sizdən. Dönə-dönə. Nə olar? Sağ olun.
Salam.